Siz bugün 14:00 saatlərində mülk germə tərəfindən saxlanılmısınız. Təxminən hansı istiqamətə aparılmısınız? Bu günləri fevral ayının 16-sında planlaşdırdığımız konsertin keçirilməsinə qanunsuz olaraq maneçilik polis tərəfindən qarşısı alındığı üçün biz planlaşdırdığımız kimi fevral ayının 19-da Nəsim heykəlinin qarşısında dinc aksiya keçirməyə qərar gəldik. Aksiyanın başlanğıc dövründə mülki geyimlilər gəlib məni həbs etdilər və biz baş mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinə aparıldım. Orada məndən izahat aldılar, təxminən 5 saata yaxın saxlanıldım. İlkin olaraq mənim çox güman ki, mənə sutkalıq həbs vermək istəyirdilər, lakin Daxili İşlər Nazirliyinin rəhbərlik tərəfindən araşdırmanın obyektiv şəkildə aparılması göstərişini elə bildim verdilər. Ondan sonra məsələni obyektiv şəkildə araşdırdılar və mənim azad olunacağımı mənə bildirdilər izahatlardan sonra. İzahatımda da mən bildirdim ki, nəyə görə mən ora çıxmışam, bu aksiyanın mahiyyəti nədir? Ən çox verilən suallardan biri o idi ki, niyə Nəsimi heykəlinin qarşısında? Mən də öz-özlüyümlə bildirdim ki, Nəsimi Azərbaycanda həqiqətin deyildiyi bir sözdür. Zaten bizim uşaqlar da ağızlarına skoçla bağlamışdılar. Çünki bizə həqiqəti deməyə mane olmamalıdırlar. Biz həqiqətimizi dövlətin yüksək məmurlarına çatdırmaq istəyirdik. Onlar da bizi eşitdilər. Çünki mənə və mənim rəhbər olduğum təşkilata dəymiş maddi ziyan elə orada ödənildi. Ödənilməsinə yardımcı olundu və ödənildi. Və sizə hər hansı bir təzyiq oldu mu? Xeyr, mənə qarşı heç bir fiziki təzyiq olmadı və sadəcə olaraq belə deyək, ən çox sual verirdilər və deyirdilər ki, bu aksiya icazəsizdir, niyə bunu edirsiniz və s. və axır. Mən də öz-özlüyümlə bildirdim ki, mən aksiyanı etməyimdə məqsəd var idi ki, gəncləri susturmayın. Çünki aydın düşüncəli gənclər susturulduqda o zaman meydanı radikal cərəyanlar tutacaqlar. Mən Azərbaycan Respublikasının konstitusiyasında vurğulanan öz hüquqlarımı tam şəkildə yaşamaq istəyirəm. Nəyə görə yaradıcı gənclərə maneçilik törədilməlidir? Mən də buna öz etirazımı bildirdim və elə bilirəm ki, etirazım hər nə qədər həbs olunsam da və orada 5 saat müddətinə saxlanılsam da etirazımı eşitdilər. Buna görə də araşdırmanın obyektiv şəkildə aparılmasına yardımcı olan Daxili İşlər Nazirliyinin rəhbərliyinə öz təşəkkürümü bildirirəm.